Məsələn, adam kasıb adamları görür, fəqir adamları, yoxsul adamları. Niyyət eləyir ürəyində gizli, arzu eləyir ki, ey kaş imkanım olardı, mən bu yoxsul adamlara kömək eləyərdim. Bu niyyət ürəkdən keçdi, Allah ya imkan yetirir özünə, ya övladına sonra. O işi görsün. Xeyir niyyətlərimizə görə Allah bizə ruzu da yetirə bilər. Ruzunu niyə arzuluyursan? Çox adam pul istəyir. Pul da bizim zəifliyimizdə biz bunu arzuluyuruq. Biz deyəndə hamımıza aid deyil, bəzilərimizə. Pul istəmək bəzi yerdə yaxşıdır, niyyətə bağlıdır. Adam var, sərvət istəyir ki, xərcləsin yoxsullara. Bu çox gözəldir, bu dünya istəyi deyil. Bu elə axirət istəməkdir. Bu arzunu Allah ürəkdə görəndə nəzər eləyir o qəlbə və onun o arzusunu gerçəkləşdirir. Yetirir ona. Yetirməsə neynir? Yetirməsə niyyətinə görə yazır ki, bunu elədi.